ABŞ prezidenti Donald Trampın İranla razılaşdırılmış müvəqqəti atəşkəsin danışıqlar başa çatana qədər uzadıldığını açıqlamasının ardından Tehran tərəfi bu addımı vaxt qazanmaq üçün siyasi addım kimi qiymətləndirilir. Eyni zamanda ABŞ-nin müharibəni davam etdirməmək məsələsində seçim qarşısında qaldığı da iddialar arasındadır. Bəs doğrudanmı ABŞ bu addımı ilə vaxt qazanmağa çalışır? Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəylinin fikirlərini dinləyək. Donald Trampın vaxtı uzatması real sülhə və ya İranla münasibətlərdən daha çox qlobal proseslərə sürüklənir. Çünki həmin o qlobal proseslərdə beynəlxalq korporasiyalar, yəni bizim bu transmilli korporasiya adlandırdıqlarımız kifayət qədər qazançlı çıxır və Asiyanın bu mühüm bölgəsində baş verən təhlükəsizlik problemlərinin nəticəsində qlobal kapital bu bölgədən investisiyalarını çəkməyə başlayıbdır. Nəticə etibarilə həmin investisiya Amerikanın da olduğu qərbə doğru geri qayıtmaqdadır və o qlobal kapital hərəkətinin artıq şərqdən qərbə geri qayıtdığını tendensiyasını görürük. Gələcəyə yönəlik isə həm böyük şərqin, o cümlədən Asiya nəhənglərinin ciddi investisiya probleminin yaşamağa başlamasının əsasını görəcəyik. Əslində İran savaşının tam kilit nöqtəsi həmin o qlobal güclərin investisiyalarını və inkişaflarını qarşısına almaq məqsəd daşıyırdı.